Salam əziz izləyicilər, bugün sizinlə egosentrizm nədir və hansı mərhələyə aiddir sualını cavablandıracağıq. Egosentrizm Jean Piaget'in 4 inkişaf mərhələsindən, xüsusən də əməliyyat öncəsi mərhələ, yəni ilkin mərhələyə aiddir. Bu mərhələ təxminən 2 yaşdan 7 yaşa qədər davam edir. Egosentrizm nədir? Egosentrizm mən anlayışının mərkəzdə olması deməkdir. Yəni, uşaq öz düşüncələrindən, hisslərindən və baxış bucağından fərqli bir perspektivin ola biləcəyini anlaya bilmir. Yəni, dünyanı yalnız öz gözlərindən görürlər. Elə bilirlər ki, ətrafdakı bütün oyuncaqlar, əşyalar yalnız onların olmalıdır. Buna misal üçün bunu deyə bilərəm ki, başqa uşağın oyuncağını götürür, amma geri qaytarmaq istəmir. Elə bilir ki, yalnız onun olmalıdır hər şey. Əlavə olaraq onu da deyim ki, egosentrizmlə egoizmi qarışdırırlar. Egoizm yetkin insan davranışıdır. Yəni, şəxsi mənfəət naminə, öz maraqlarına xidmət edir. Amma egosentrizm tamamilə fərqli bir şeydir. Bu, uşağın pis niyyət deyil, sadəcə onun idrak inkişafının məhdudiyyətidir. Məsələn, tam aydınlıqla desəm, egoizmdə şuurlu niyyət var, amma mənfəət güdür. Egosentrizmdə niyyət yoxdur, idraki məhduddur, yəni beyni tam inkişaf etməyib. Egoizmdə hər yaşda rast gəlinə bilir, yetkin davranışıdır bu egoizm. Amma egosentrizmdə xüsusilə 2-7 yaş aralığında olur, Piaget nəzəriyyəsinə əsasən. Egoizmdə mənəvi və ya sosial problemdir. Amma egosentrizmdə normal inkişafın bir mərhələsidir. Ümid edirəm bu mövzu sizin üçün aydın oldu. Səhifəmi izləməyi, videonu bəyənməyi unutmayın. Ətraflı YouTube kanalımdan izləyə bilərsiniz. Növbəti videoda görüşmək ümidi ilə.